Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Şirvan şəhər Olimpiya İdman Kompleksinin təşkilatçılığı, SOCAR-ın sponsorluğu, Sirabın tərəfdaşlığı ilə keçirilən festivalda 8 ölkədən 240-dan artıq şahmatçı iştirak edir. Festivalda şahmatçılar A və B qruplarında mübarizə aparır. Hər iki qrupda yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur. Festivalın ümumi mükafat fondu 22.650 manat təşkil edir. A qrupunun qalibi 5.100 manat, B qrupunda isə ilk yeri tutacaq şahmatçı 1000 manat qazanacaq. Festival çərçivəsində həmçinin rapid və blitz keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının Pelis Turu Azərbaycan layihəsi çərçivəsində keçirilir. Bu layihənin sayca 8-ci və bu il üçün sonuncu festivalıdır. Festivala 26 noyabrda yekun vurulacaq. Mirsahib Rahiloğlu, Muğan TV, Şirvan.